kimsə pis yuxu görərsə, onun canını sıxan bir yuxu görərsə, bu yuxuyu görən adam bir neçə şey mütləq etməlidir. Birincisi, şeytanın şərrindən Allaha sığınmalısan. Əuzu billahi minəşşeytanirracim deyinən. Və yaxud da öz dilində deyinən ki, ya Rabbi, şeytanın şərrindən sana sığınıram. İkinci pis yuxu gördünsə, əsla və əsla bu pis yuxunu kiməsə danışma. Heç kəsə danışma. Nə sevdiyinə danışma, nə düşmənə. Əsla bu yuxunu danışma, dilə gətirmə. Unut getsin. Üçüncüsü, sən heç vaxt inanma ki, yuxunu gördünsə, sənin başına mütləq nəsə gələcək. Xeyr. Əsla bu etiqadı eləməklə. Dördüncüsü, çalış pis yuxu gördükdən sonra, şeytanın şərrindən Allaha sığınandan sonra sol tərəfinə 3 dəfə tüplə. 3 dəfə yüngülvari tüplə sol tərəfə. Hətta şeytan qaçsın deyə. Həmçinin pis yuxu gördünsə, sağ tərəfin üstəsənsə sol tərəfə çöyrül, sol tərəfin üstəsənsə sağ tərəfinə çöyrül. Yəni yönünü dəyiş. Əgər sən bu şeyləri etsən, nə qədər istəyirsən pis yuxu gör, əsla o sənə zərər verməyəcək.